LNR TV YouTube kanalında yeni bir mövzuyla karşınızdayıq. Bu dərsimizdə API mövzusunu keçəcəyik. API nədir? API-in uzun mənası Application Programming Interface deməkdir. Yəni, proqramların bir-biri ilə əlaqə saxlaması üçün bir interfeysdir. Buna bənzər gündəlik həyatdan restorandakı menunu göstərmək olar. Misal, biz restorandakı mətbəxdə yeməyin necə hazırlandığını bilmirik. Sadəcə biz menüdəki yeməklərə baxırıq və bəyəndiyimiz yeməyi sifariş edirik və son olaraq da mətbəx nəticəni hazırlayıb gətirir. API-da da gedişat məhz buna bənzəyir. Kod tərəfinə keçid alsaq, deyək ki, frontenddə fetch funksiyası vasitəsilə serverə sorğu göndəririk. Burada frontend products ünvanına müraciət edir. Bu ünvan API-da konkret məlumat və ya əməliyyata müraciət etdiyimiz endpointdir. Backend həmin sorğunu qəbul edir, lazım olan əməliyyatı yerinə yetirir və database ilə əlaqə saxlayaraq məhsul məlumatlarını əldə edə bilir. Daha sonra nəticəni frontendə qaytarır. API backend və ya server demək deyil. API frontend ilə backend arasında əlaqə yaradan bir interfeysdir. Backend isə server tərəfində işləyən proqram məntiqidir. Server isə bu backend proqramının işlədiyi sistemdir. API-ın tarixi haqqında biraz danışsaq, API anlayışı müasir web texnologiyalarından çox əvvəl yaranıb. İlk vaxtlarda proqramların bir-birinin funksiyalarından istifadə etməsi üçün müxtəlif proqramlaşdırma interfeysləri yaradılırdı. 1960-1970-ci illərdə əməliyyat sistemləri ilə proqramlaşdırma kitabxanaları müxtəlif API-lar təqdim etməyə başladı. Proqramçılar hazır funksiyalardan istifadə edərək hər şeyi sıfırdan yazmaq məcburiyyətində qalmırdılar. 1980-1990-cı illərdə Windows API, Unix API və müxtəlif proqram kitabxanaları kimi interfeyslər geniş yayıldı. 1990-cı illərdə Web və HTTP-nin yayılması ilə API-lar proqramların internet üzərindən bir-biri ilə əlaqə saxlamasında daha böyük rol oynamağa başladı. Daha sonra 2000-ci illərdə Web API və REST yanaşması geniş yayıldı. REST xüsusilə HTTP və URL-lərdən istifadə edən sadə və çevik API-ların qurulmasında məşhurlaşdı. Bu gün isə API-lar demək olar ki, hər yerdə istifadə olunur. Web saytlarında, mobil tətbiqlərdə, ödəniş sistemlərində, sosial şəbəkələrdə və müxtəlif proqramlar arasında məlumat mübadiləsində geniş istifadə olunur. İndi REST, HTTP və HTTPS haqqında gəlin biraz danışaq. REST nədir? Əvvəlcə ən vacib məqam budur ki, REST API deyil. REST API yaratmaq üçün istifadə olunan bir arxitektura yanaşmasıdır. Yəni, REST-in də mənası Representational State Transfer deməkdir. Yəni, serverdəki resursun vəziyyətini onun təqdimatı şəklində klienta ötürmək deməkdir. Misal, REST-in məqsədi klient ilə server arasında məlumat mübadiləsinin sadə, standart və sistemli şəkildə qurulmasıdır. Frontend deyək ki, məhsulları serverdən almaq istəyir. Bunun üçün də biz fetch funksiyası vasitəsilə produktların olduğu serverə sorğu göndəririk və burada HTTPS əlaqənin necə qurulduğunu göstərir. Example.com server deməkdir. /api/products endpointdir. Get məlumatı almaq üçün HTTP metodudur. REST isə bütün bu API-nın necə təşkil olunması ilə bağlı qaydalar və prinsiplər protokoldur. REST-də əsas HTTP metodları bunlardır. Get, post, put, patch və delete. Yəni, get ilə məlumatı oxuyuruq, post ilə yeni məlumat yaradırıq və yaxud da ki, göndəririk, put ilə məlumatı tam yeniləyirik, patch ilə məlumatın müəyyən hissəsini yeniləyirik, delete ilə də məlumatı silirik. Yəni, biz istər fetch və digər funksiyalardan istifadə edərək bu metodları yazaraq server ilə əlaqə saxlamış oluruq. Bəs HTTP və HTTPS nədir? HTTP Hypertext Transform Protocol deməkdir. Yəni HTTP, client və server arasında məlumatların necə göndərilib, qəbul edəcəyini müəyyən edən protokoldur. Protokol isə iki tərəfin bir-biri ilə necə əlaqə saxlamalı olduğunu müəyyən edən qaydalar toplusudur.
HTTP-nin işləmə məntiqini belə yadda saxlamaq olar. Client serverə sorğu göndərir, yəni request göndərir. Server isə client'a cavab, yəni response göndərir. Hətta server cavab verəndə belə status kodu da göndərir. Ən məşhurları misal 200 uğurlu əməliyyat oldu, 201 yeni məlumat yaradıldı, 400 səhv request göndərilib, 401 autentifikasiya tələb olunur, 403 icazə yoxdur, 404 tapılmadı, 500 isə server xətasıdır. Yəni biz bunları backend öyrəndiyimiz zaman daha aydın görmüş olacaq. Bəs HTTPS nədir? HTTPS HTTP-nin təhlükəsiz versiyasıdır. Yəni HTTP ilə məlumat göndəririk, amma HTTPS həmin əlaqəni TLS vasitəsilə qoruyur. Browserdə klik işarəsini görməyimizin əsas səbəblərindən biri də HTTPS bağlantısının TLS ilə qorunmasıdır. Bəs TLS nədir? TLS Transport Layer Security deməkdir. TLS-nin əsas məqsədi client ilə server arasındakı əlaqəni qorumaqdır. İndi tutalım ki, e-mail və pasportumuzu qeyd etmişik. Adi HTTP bağlantısında məlumat şifrələnmədən ötürülə bilər. Bu isə kod tərəfində təhlükəli məqamdır. HTTPS və TLS istifadə edildikdə isə əlaqə şifrələnir. İndi TLS-nin 3 funksiyasını yadda saxlamaq lazımdır. Birinci funksiyası məlumatı başqalarının oxumasının qarşısını almağa kömək etmək üçün şifrələnir. İkinci, məlumat yolda dəyişdirilibsə, bunun aşkarlanmasına kömək edir. Üçüncü isə TLS sertifikatlar vasitəsilə qoşulduğumuz serverin həqiqətən həmin domeynə aid olduğunu yoxlamağa kömək edir. Bir çox insanlar web əlaqələrində SSL sertifikatından istifadə edirlər, amma müasir təhlükəsiz web əlaqələrində istifadə olunan standart TLS-dir. SSL daha köhnə texnologiyadır və artıq təhlükəsiz hesab edilən müasir protokol deyil. Bu dərsimizdə də API haqqında məlumat almış olduq. Gələn növbət dərsimizdə artıq kod tərəfinə keçid alaraq məlumatları necə əldə edə bilərik və ya necə silə bilərik, bunu öyrənmiş olacaq. Gələn növbət dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.